Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Əziz şagirdlərimiz başda olmaqla monitoring imtahanına hazırlaşan hər kəsə, bu haqda məlumat əldə etmək istəyən hər kəsə buradan səslənirəm ki, bizim ödənişsiz nə qədər sınaqlarımız varsa, hər birini vaxt itirmədən əldə etmək üçün 077 752 28 93 nömrəsinə yaza bilərsiniz. Vaxt itirməyək, başlayaq. Hansı cərgədəki sözlərin hər ikisi amonim sözdür? Cavabımız B variantı. İnci, mirvari var, bir də incimək, küsmək var. Don ismi var, bir də donmaq feili var. Cavab B variantı. Məsələn, yarpaq, masa, kitab sözləri amonim sayılmır. Cavabımız oldu B variantı. Verilmiş cümlədə hansı söz məcazi mənada işlənmişdir? Kəndimizə bahar gələndə təbiət yuxudan oyanır, dağlar gülürdü. Dağ gülə bilərmi? Təbiət oyana bilərmi? Bax, oyanmaq da məcazidir. Amma belə deyək də, cavablarda yoxdursa, deməli cavabımız olacaq C variantı. Hansı cümlədə frazem var? Variantımız olacaq B variantı. Murad imtahandan yüksək bəl alanda sevincdən ayağı yerdən kəsilmişdir. Cavabımız B variantı. Muradın ayağı yerdən kəsilmir axı. Cavab B variantı. Baxın, yıxılmasın deyə ana əldən tutursa bu həqiqidir. Təkəri çıxara bilərəm, zəmbil də daşıya bilərəm. Biri var, o məsuliyyət daşıyır. Bu zaman məsuliyyəti daşıya bilmərəm. Amma zəmbil daşıya bilərəm. Deməli, həqiqətdir. Aşağıdakı cümlədə çıxışlı xal şəkilçili söz hansıdır? Çıxışlıq. Lalə bağdan gülü dərdi və güldana qoydu. Cavabımız bağdan sözü. Cavab C variantı. Güldan sözü bu formadadır. Milçək qıran göbələyi. Ay Allah, başlayaq. Meşədə gəzintiyə çıxdığınız zaman ağacların dibində, xəzəllərin arasında birdən-birə qarşınıza çox gözəl, nağıllardan çıxmış bir mənzərə çıxa bilər. Bu, parlaq qırmızı papaqlı, üzərində ağ nöqtələr olan milçək qıran göbələyidir. O qədər cəlbedici görünür ki, insanlar istər-istəməz ona toxunmaq və ya səbətinə qoymaq istəyir. Lakin bu gözəlliyin arxasında böyük bir təhlükə gizlənir. Milçək qıran göbələyi təbiətin ən tanınmış zəhərli göbələklərindən biridir. Onun adı təsadüfən qoyulmayıb. Qədim zamanlarda insanlar bu göbələyi doğrayıb südün içinə tökərdilər. Milçəklər həmin süddən içdikcə zəhərlənib ölürdülər. Beləliklə insanlar evlərini həşəratlardan qorumaq üçün bu göbələkdən bir növ dərman kimi istifadə edirdilər. Bu göbələyin quruluşu da maraqlıdır. Onun hündür, ağ rəngli və geniş çətirə bənzəyən papağı var. Papağındakı ağ nöqtələr böyüyərkən yırtılan pərdənin qalıqlarıdır. Milçək qıran göbələyi əsasən iynə yarpaqlı və eyni yarpaqlı meşələrdə ağcaqayın ağaclarının yaxınlığında bitir. Təbiətdə göbələklər çox müxtəlifdir. Məsələn, şampion və qov göbələk kimi yeməli göbələklər insan sağlamlığı üçün faydalıdır. Ən maraqlısı odur ki, bu göbələk insanlar üçün zəhərli olsa da, bəzi meşə heyvanları, məsələn, marallar və sığınlar onu müalicə məqsədi ilə az miqdarda yeyirlər. Lakin biz insanlar üçün qızıl qayda budur. Əgər bir göbələyin zəhərli olub-olmadığından tam əmin deyilsinizsə, ona əsla toxunmayın. Çünki təbiətdə hər parlaq və gözəl görünən şey dadlı və xeyirli olmaya bilər. Mətndə milçək qıran göbələyi barədə verilən fikirlərdən hansı doğrudur? Onun adı qədimdə milçəkləri məhv etmək üçün istifadə edildiyinə görə, bəli, əlbəttə ki, milçək qıran qoyulub. Cavabımız olacaq C variantı. Mətndə yeməli göbələklər haqqında nə danışılır? Bu göbələklər insan orqanizmi üçün faydalıdır və tərkibi vitaminlidir. Bax, yeməli deyir də, zərərli olanı demir ki, cavabımız oldu B variantı. Qələm və kompüter. İnsanlar fikirlərini yazmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bunlardan ən qədimi və sadəsi qələmdir. Qələm hər an əlimizin altında ola bilər, işlətmək üçün elektrik enerjisi tələb etmir və kağız üzərində insanın şəxsi xəttini əks etdirir. Lakin qələmlə yazarkən səhv etdikdə onu düzəltmək çətin olur və uzun mətnlər yazmaq insanı yorur.
Kompüter isə müasir texnologiyanın möcüzəsi sayılır. Kompüterdə mətni çox sürətlə yazmaq, səhvləri saniyələr içində düzəltmək və minlərlə səhifəlik məlumatı yaddaşda saxlamaq olar. Həmçinin kompüter vasitəsilə yazdığımız mətni dünyanın o biri başına bir kliklə göndərə bilərik. Amma kompüterin mənfi tərəfi odur ki, o mütləq enerji tələb edir və uzun müddət qarşısında oturmaq gözləri yorur. Hər iki vasitənin ortaq cəhəti isə budur ki, hər ikisi məlumatın nəsildən nəslə ötürülməsinə və insanların ünsiyyət qurmasına xidmət edir. Mətnə əsasən qələm və kompüterin ortaq cəhəti hansıdır? Hər ikisi məlumatın ötürülməsi və yazılması üçün vasitədir. Bəli. Həm qələm, həm də kompüter üzrə sən məlumatları ötürə bilərsən, yaza bilərsən. Fərq etməz. Bu dəqiqə onsuz da qələmi əvəz edən kompüterin klaviaturasıdır. Məlumatları ötürür. Kompüterin qələmdən üstün cəhəti kimi nəyi göstərmək olar? Məlumatı daha sürətli yazmaq və uzaq məsafəyə göndərmək imkanı. Bəli, qələmlərlə siz yazdığınız zaman demək olar ki, o vərəq evdə qalır. Amma kompüterlə, klaviatura ilə hansısa bir məktubu yazanda göndərmək də daha əlverişli olur. Eyni zamanda daha sürətli yazırsan. Gümüşü çayın dərsi. Dağların ətəyində şırıl-şırıl axan gümüşü çay var idi. Bu çay öz təmizliyi və sürəti ilə fəxr edirdi. Bir gün o, yolunun üstündəki böyük bir qaya ilə qarşılaşdı. Çay hisslə dedi: "Kənara çəkil. Mənim yolumu kəsməyə cürət etmə. Mən çox güclüyəm." Qaya isə heç vaxt tərpənmədi. Sadəcə gülümsədi. Çay bütün gücü ilə qayaya çırpıldı, amma qayanı yerindən tərpədə bilmədi. Yorulub dayanan çay ağlamağa başladı. Bu zaman qoca bir söyüd ağacı ona pıçıldadı: "Əziz çay, hiddət sənə kömək etməyəcək. Sən qayanı yıxa bilməzsən, amma onun ətrafından dolanıb keçə bilərsən." Müdriklik bəzən geri çəkilməyi və başqa yol tapmağı bacarmaqdır. Çay qocanın sözünə qulaq asıb sakitləşdi. O, qayanın ətrafından süzülüb keçərək yoluna davam etdi. Başa düşdü ki, həyatda hər şeyi zorla deyil, ağılla etmək lazımdır. Mətnin ideyasına ən uyğun olan variant hansıdır? Problemləri hisslə deyil, ağıl və səbirlə həll etmək lazımdır. Ümumiyyətlə, bəli, mətni oxumasaq belə bu hissə ən uyğun variantdır. Çünki biz problemləri hisslə həll etsək, o zaman həll etmiş sayılmarıq. Hissli başda ağıl olmaz. Çay niyə məqsədinə çatdı? Çünki qoca söyüdün məsləhətinə əməl edib fərqli yol seçdiyi üçün çay məqsədinə çatmış oldu. Belə əziz şagirdlərimiz, izahlar yararlıdırsa, sual tiplərini bəyənirsinizsə, rəy bölməsinə öz fikirlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.